hadislerinizde bir o kadar insanlarımızı zorladınız, tecavüz elədiniz. Vətən xaini adlandırdın. Sizlərdə öz fikrinizlə bir cinayətə cəlb olunan insanı zorlamaq və yaxud da onu döymək, təcavüz eləmək nə dərəcədə düzgündür? Bugün eşitdiyim bir məlumata görə aşmadan imtina eləmişsən. Avropa qanunvericiliyindən imtina eləmişsən. İlham Əliyev, Avropa qanunvericiliyi bütün dünyada keçərlidir. Sənin imtina eləməyin sənin özün üçün bəlkə də sərf olunması bir şeydir. Bilirsən niyə? Çünki mən bu günləri Avropaya sığınıb, Avropadan Azərbaycanı məhkəməyə verib, Azərbaycanda bəzi, belə deyim mən sizlərə, öz haqlarımı, hüquqlarımı tələb etməkdən ötəri onlara təzminat ödənməyini tələbində bulunuram. Və sən bugün Avropa qanunvericiliyini rədd etmişsən, çünki mühacirlərin heç biri səndən öz pulunu tələb etməsin. Niyə İlham Əliyev? Azərbaycan neftdən gələn gəlirləri sənin atan Heydərindirmi? Və yaxud da anan Zərifəlindirmi? Qızın Leylanın, Arzunun, balaca Bic Əminənindirmi? Xəstə oğlun, balaca Heydərindirmi? Azərbaycan neft gəlirləri mənim və ulu babalarımındır. Mənim ulu babalarımın hamısının neft mədənləri olub. Sən sonramdan gəlib görənsən. Bəs o neft mədənlərindən bizə düşən paylarımızı niyə vermirsən? Bugün bəyənmədiyimiz Dubayda, Ərəb ölkələrində hər ailəyə 3500 dollardan hər adam başından pul verilir neftdən gələn gəlirlərinə görə. Çünki o neftdən gələn gəlirli torpaqda ayaq basıb orada yaşayırlar. Amma sən bugün bizə nələr vermirsən? Hə? Uşaq pulu vermirsən. Neftdən gələn gəlirdən 1 manat da olsun vermirsən. Hansısa bir sosial yardıma gedirsən, deyirsən ki, sosial yardımda sənin hansısa bir işin olmalıdır. Ay İlham Əliyev, mənim işim varsa mən sosial yardımı neyinirəm? Hə?